Azərbaycan musiqisində bir o qədər də inkişaf etməmiş rock musiqisi haqqında danışacağıq. 19-cu əsrin romantizmi qələmlə özünü ifadə edirdi. 20-ci əsrin romantizmini yaradan alət isə musiqi aləti idi. Onun adı gitaradır. Gitara haqqında belə bir deyim var ki, bu musiqi aləti dünyanın siyasi xəritəsinə təsir göstərmiş yeganə musiqi alətidir. 20-ci əsrin romantizminin ifadəsi olaraq ortaya çıxan rock musiqisi 19-cu əsrin romantizmindən təsirlənmişdir. Yəni rockun babası Victor Hugo'dur desək, gərək musiqişünaslar ədəbiyyata qarşı qısqanclıq hissləri bəsləməsinlər. 20-ci əsrdəki rockçuların ataları Hugo'nun səfirləridir. Parisdə hökumət əsgərləri ilə inqilabçıların gülləbaranı altında Gavroşun oxuduğu nəğmə sonrakı əsrin rock musiqisinin atası oldu. Rock musiqisi 1960-larda qərb siyasi sistemlərinə qarşı etirazın səsi kimi ortaya çıxsa da, sonradan sürətlə estetikləşdi və mədəniyyətin bütün mövzularına yoluxdu. Kommunist sistem sənətdə avangardistlərin ortaya çıxmasına səbəb olduğu kimi kapitalist sistem də rock musiqisi ilə üzləşdi. Hər iki sənət növü mövcud reallığın alternativlərinin var olmasının mümkünlüyünü ifadə edirdi. Gəlin lap başa qayıdaq. 1789-cu il böyük Fransız inqilabı insanlarda sosial bərabərliyin mümkünlüyü haqqında böyük ümidlər yaratmışdı. Çox keçmədən məlum oldu ki, heç bir inqilab varlığın təməl qanunlarını dəyişə bilməz. Bəşəri bərabərsizliyi aradan qaldırmaq mümkün olmayacaq. Romantiklər sosial azadlıq və bərabərlik uğrunda mübarizədən əllərini üzüb fərdi qurtuluş axtarmağa başladılar. Yadlaşma, fərdiyyətçilik, özünü sevmək kimi sosial həyatı dağıdan anlayışlar da bu zaman ortaya çıxdı. Sosial xoşbəxtlik vəd edən inqilab sosial bədbəxtliklə nəticələnmişdi. Hər kəs yalnız özünü xilas edə bilərdi. Həm də kim, harda və necə gəldi prinsipi ilə. Kimi mistik təkliyə çəkildi, kimi həzz vərdişlərinin düşkünü oldu. Avropada 19-cu əsr inqilablarının yerini 20-ci əsrdə müharibələr tutdu. İki dünya müharibəsi, atom silahının yaranması və tətbiqi sosial həyatın boş qalmasının nəticəsi idi. Çox keçmədi ki, o boş qalmış yerə sənət sahib çıxdı. 19-cu əsrin romantik ümidsizliyi yeni bir sosial ümidlə aradan qaldırılmalı idi. Rock musiqisi bu yeni sosial ümidin çağırışı oldu. Musiqi zövq verməkdən imtina etdi. Sosial səfərbərlik uğrunda savaş paltarı geyinib, silahını əlinə aldı. Gitara da bu silahın adıydı. Rock ifaçıları özlərini mifologiyadakı tanrılar kimi görürdülər. Çünki xüsusi bir missiyalarının olduğuna inanırdılar. Saçları çiyinlərinə tökülən orta əsr cəngavərləri yenidən dirildilər. Bəşəri ədalətin donçxotları yenidən meydana atıldılar. Rock musiqisi bu əli gitaralı cəngavərlərin döyüş marşı oldu. Amma yenə də heç nə dəyişmədi. Çünki onların istəklərinin gerçəkləşməsi üçün dünya günəşin ətrafında hələ çox fırlanmalı idi.